adına size öz minnətdarlığımızı bildiririk. Sağ olun. Buyurun. Allah xəbər. Hamınıza teşekkür ediyorum burada. Kalan yoldaşlar, hamınıza çok sağ olun deyirəm. Ve bu jurnalı istəyirəm ki, ataya yox, anaya şükürməz. Ana, ata, mən də ataya, mən də buradaki yaxşılıqdır. İstəyirəm Varda xanım öz sözlərini desin, həm jurnalın rəhbəri olub, həm mətbuat xidmətinin rəhbəri olub, buyurun Varda xanım. Önce gelen konuklara teşekkür ederim. Allah bütün şehitlerimizden Gaziantep'te çalışmalar versin. Allah atalara, analara, şehitlerimizin yadigarları için kalmış olur. Boyun bükük yadlarına Allah səbir versin. Allah bağlarında olsun. Bugün bir şehit yoldaşı olarak 93. yoldaşım şehit oldu. Bu yola çıkmanın bir səbəbi elə bir ki, yoldaşımın yarımçı qalıb, yarım ki sağ olsaydı əgər bir şey 29 yaşında şəhər. Aramızda 30 yaşında uşaqlar körpəyi mənimlə yazışam. Elə bir ki, sanki onun yolun bir davranışısı kimi mən bu yola çıxmışam. Və bir də mən deyirəm ki, mən əgər bu jurnalda şəhidlərimizi işıqlandırır, azacıq da olsa onların atası, anası, ya da yoldaşları, şəhid qanunları, uşaqları bir balaca da olsa həsənlik tapacaqlarsa bu jurnalda qəhrəmanımızın döyüş yollarından yazılmış şəkilləri və döyüş yollarının keçmişləri oxuduqca, baxdıqca azca təsəlli alacaqlarsa mən belə bir təsəlli almış kimi olur. Və jurnalı rəhbərlikçi ana da, yoldaşları da görəcəklər ki, tək onlar deyil, yəni onlar kimi neçə şəhid anaları, şəhid yoldaşları, burada özləri kimi onların da kəsib qalmışları görəcəklər və az da olsa deyəcəklər ki, bir balaca təsəlli alacaqlar. Ona görə mən yola çıxmağımda anamı baxmadım. Az da olsa mən şəhid anaların, yoldaşların yanında təsəlli alacaqlar. Mən tək deyiləm. Şükür Allah'a bizim təzyiqimiz hər zaman şəhidlərimizin şəhidlərinin və Azərbaycan olaraq biz bir yerdəyik. Bazıda yığılmışıqsa, demək ki, şəhidlərimizin ailələrinin yanında bir yerdə olanda güclüyük. Səsini çıxır, sözümüzü deyəbilirik. Bizi ancaq istəyənlərimizin yanında olmalıdır. Allah günlərimiz olsun, gələnlərdən belə, Allah bizə bir daha müharibəni yaşatmasın, bir daha biz eşitməyək ki, şəhidimiz var. Hər zaman bizim səmanımız açılır. Allah korusun, şəhidlərimizi, Allah ikinci şəhidlərin ailələrimiz səbir versin. Bunun da söz verirəm ki, şəhidimizin tanımaq, şəhidimizin tanımaq. Belə boyu küçük durmam, mən sizə baxanlar, özüm keçincim yapmışım. Yenə şükür Allah'a uşaqlarım ayaq üstədir, artıq məktəbə gedirlər. Mən ikinci balaca oğlum ünəkli yerdir. Şu ata bilmir ki, nə demək olur. Yenə mən qardaşımın anamın yanına gəlmək istəyirəm, uşaqları özümdə qocalığımın yanında. Və artıq gördüm ki, anam da dünyadan köçdü, uşaqlar da böyüdü, mən də qoşuldum yəni bax bu birliyə, könüllü olaraq, təmənnasız bir onda çatdırım ki, mən hər şəhidin adından əgər jurnal verirsə, yazılırsa, onu mən özüm borcum bilirəm və o təmənnasızdır. Təmənnasız mən hər şəhidin ailəsindən o jurnaldan təqdim edəcəm.
jurnaldan biri sənə verəcəm. Allah sənə də can sağlığı versin, gözünü versin. Bu balaları böyüyüb, necə ki, o ata düşünürdü ki, hansısa məktəbə qoyacaq, olacaq və onları sən eləsin. Arzularına çatdırasan, yoldaşlarına, arzularına. Allah rəhmət etsin. Valideynlərə də, yoldaşlara, uşaqlara da, Allah gözə qardaşı qarşısında, iştahlar verən qardaş, sən də mən qardaşım sənin, balaca qardaşım. Allah sənə ömür versin, şeyimiz yaşamalı, Allah sənə hizmət eləsin ki, sən valideynlərinin yanında doyunca onun da gedə bilmədiyi yolu, onun da yaşada bilmədiyi o axı və sevinci sən də yaşadasın. O qalmış balalar etkiləyirlər. Allah sənə ömür versin. Teşekkür ederim. Efendim, sağ olun. Şehit meclisinde de orada da söz demek çok çetindir. Yani söz girmek çetin. Yani söylemek başka şeyler, söz takıp demek. Şehidin hanımı, şehide hanımı. Sen bir güne ki senin yoldaşın kimsen sen, o kadar kardeş takılsan demek ki Allah, bir ata, iki ata, Allah divanda kanı gelişken, onun kalan ömrünü kalan bağlarına kısmet eylesin. O bağları hoşluklu olsun. Biz bu onun hoş günleri Allah rahmet eylesin. Bu günleri burada şehit hanımız var, birbirinde şehit hanımız var, şehit Hulusi Nimet Recepoğlu. Her yoldaşı buradadır. İstəyirəm sizə təqdim edeyim. Məlahət xanım, Məlahət xanım. Bu günləri bu məclisdə istəyirəm ki, bu jurnalımızın təqdimatını bizim burada olan, bugünkü gündə burada bizim şəhid qardaşımızın komandiri, hal-hazırda bugünkü gündə o tamamlandı. O zamanında komandir oldu. Bugünkü gündə də komandir reis bu. Sebeplerimiz təqdim edəsin. Teşekkür ederim size. Kimin ne arzusu var, belki de bu kardeşlerin